Növbəti dərsimiz bölmə 6. Tu connais mon école? Sən mənim məktəbimi tanıyırsan. École məktəb, connais, connaître feilidir, tanımaq deməkdir. Connaître. Découvrez-les. Qu'est-ce que c'est? Bu nədir? C'est deyə cümləyə başlayırsınız. Gəlin rəsmə baxaq. C'est mon école. Bu mənim məktəbimdir. École, məktəb. C'est le couloir de mon école. Bu mənim məktəbimin koridorudur. Le couloir, koridor. C'est ma salle de classe. Bu mənim sinif otağımdır, yəni. C'est la bibliothèque de mon école. Bu mənim məktəbimin kitabxanasıdır. La bibliothèque, kitabxana. C'est la cantine de mon école. Bu mənim məktəbimin büfetidir, yeməkxanasıdır. La cantine. C'est la salle de gym de mon école. Bu mənim məktəbimin idman zalıdır. La salle de gym, idman zalı. Lis le texte, teksti oxu. Lire feili oxumaq. Je m'appelle Farid, mənim adım Fəriddir. C'est mon école, bu mənim məktəbimdir. Elle est grande et claire. O aydın, yəni işıqlı, clair və böyükdür. Elle a une bibliothèque, une salle de gym, une cantine. Onun bir yeməkxanası, idman zalı və kitabxanası var. Nous avons une salle de classe. Bizim sinif otağımız var. Elle a deux fenêtres et une porte. Onun bir qapısı və iki pəncərəsi var. Fenêtre, pəncərə, porte, qapı. Nous avons 15 pupitres. Bizim 15 yazı masamız var. Pupitre yazı masasına deyilir. Nous avons 15 yazı masamız var. C'est mon cartable. Bu mənim çantamdır. Les livres, les cahiers, le stylo, la règle, la gomme sont dans le cartable. Deməli, kitablar, dəftərlər, qələm, xətkeş, pozan çantadadırlar. Nous avons un livre. Bizim kitabımız var. Bir kitabımız var. Vous avez deux règles. Sizin iki xətkeşiniz var. Il, elle, o kişi cinsində, o qadın cinsində cəmdədir. On, avoir feilidir, təsriflənibdir. Un ami, ils ont un ami. Onların bir dostu var. Il y a var. Orada var, yəni il y a. Un, une. Artikellər kişi cinsində, une qadın cinsində. Cəmdə olduğu zaman söz de artikelindən istifadə edirik. Le, la, le kişi cinsində, la qadın cinsində, söz cəmdə olduğu zaman isə le artikelindən istifadə edirik. Réponds et écris les réponses dans le cahier. Cavabla və cavabları dəftərinə yaz. Le cahier, dəftər. Réponse, cavab. Écris, écrire feilidir, yazmaq. Répond, répondre, cavab vermək deməkdir. Comment est l'école de Farid? Fəridin məktəbi necədir? L'école de Farid est grande et claire. L'école de Farid est claire? Oui, l'école de Farid est claire. Qu'est-ce qu'il y a dans l'école de Farid? Fəridin məktəbində nə var? Qu'est-ce qu'il y a? Nə var? Qu'est-ce qu'il y a? Dans l'école de Farid, Fəridin məktəbində nə var? Il y a une bibliothèque, une salle de gym, une cantine. Qu'est-ce qu'il y a dans salle de classe? Deməli, sinifdə nə var? Sinif otağında. Deməli, ils ont deux fenêtres et une porte. Où sont les livres de Farid? Fəridin kitabları hardadır? Ils sont dans le cartable.
Pose des questions à ton copain. Deməli, dostuna sual ver. Sual vermək dedikdə pose feilindən istifadə edirik. Pose des questions à ton copain. Qu'est-ce qu'il y a dans ton école? Sənin məktəbində nə var? Cavab verirsiniz. Comment est ta classe? Sənin sinifin necədir? Où est ton cartable? Sənin çantan hardadır? Regarde l'image et demande. Rəsmə bax və soruş. Qu'est-ce que c'est? Bu nədir? Qu'est-ce que c'est? C'est une école. Bu məktəbdir. Daha sonra qu'est-ce que c'est? C'est une fenêtre. Bu pəncərədir. C'est un tableau. Bu lövhədir. C'est une porte. Bu qapıdır. C'est un bureau. Yəni işləmə, çalışma masasına deyirlər. C'est une chaise. Bu stuldur. C'est un pupitre. Bu yazı masasıdır. Növbəti dərsdə görüşənədək hələlik.